Söz azadlığı. Bəzən biz söz azadlığı deyib hər şey danışırıq. Kimləri isə düşünmürük, ancaq öz xeyrimizi düşünürük və bəzən olur ki, biz danışdığımız sözlə özümüzə diqqət cəlb edirik. Nə danışırıq? Kimlə danışırıq? Düzmü danışırıq? Axşamınız xeyir olsun. Bakı vaxtı ilə saat 16-dır. Bu saatlarda Dünya Televiziyasının efirində Üz-üzə proqramı başlayır. Bəli, biz artıq başladıq. Böyük məmnuniyyətlə bugünkü proqramımızın qonağını sizə təqdim etmək istərdim. Bugün mən həmkarımla üz-üzə olacağam və maraqlı söhbətin şahidi olacaqsınız. Peyman Sadıqov bugün mənimlə üz-üzədədir. Hər vaxtınız xeyir olsun. Vaxtınız xeyir. Xoş gəldiniz. Təşəkkür edirəm Kənan xanım. Dəvətiniz üçün xüsusilə minnətdarlığımı bildirirəm. Çox sağ olun. Bundan sonraki dövrlərdə də sizə uğurlar arzulayıram. Çox gözəl, baxımlı verilişdir. Həqiqətən də mən deyərdim ki, bugünkü günü ən aktual mövzulara toxunursunuz. İnsanlarla belə təmasda olmaq, insanlarla səmimi söhbətlər aparmaq hər adama qismət olmur. Onun üçün ən azından psixoloq olmaq lazımdır. Bu da sizdə o imkanlar var. Həqiqətən də insanların qəlbinə yol tapırsınız. Təşəkkür edirəm. O zaman sizin səmimiliyinizdən irəli gəlir. Çox sağ olun, təşəkkür edirəm. Öncə istərdim sizi televiziya tamaşaçılarına təqdim edim. Həmkarlarım, yəni bizim sahədə siz tanınan insansınız. Qələminizlə, dediyiniz sözlə tanınırsınız. Teleekspertsiz, jurnalistsiz. Qeyd edim ki, Peyman Sadıqov xalqxəbər.az xəbər portalının təsisçisi və baş redaktorudur. Söhbətimizə başlayaq. Əlbəttə ki. Narahat deyilsiniz ki? Xoşdur, xoşdur. Sizinlə həm söhbət olmaq həqiqətən xoşdur. Müsbət enerji alırıq sizdən. Çoxları deyir, çox narahat oluruq sizlə görüşə gələndə. Əsla, inanın ki, mən sizinlə görüşə gələndə, həqiqətən içəriyə girən sizin o qədər gözəl, xoş auranız var ki, insana müsbət təsir bağışlayır. Çox sağ olun. Hər zaman belə zərif, təravətli qalmağınız çox sağ olun. Amma belə xoş söz deməklə elə düşünməyim ki, mən sizə o qıcıqlandırıcı suallardan verməyəcəm. Əsla, buyurun. 3 may söz azadlığı günüdür. Düzdür, proqramımız 3 may tarixində efirdə olmur. Amma mənim üçün maraqlıdır. 3 may söz azadlığı deyirik biz. Söz azadlığı günüdür deyirik. Amma söz azaddır deyə biz bu sözlərdən istifadə edirik, bu azadlıqdan istifadə edikmi? Əslində atalarda da gözəl bir məsələ var. Deyir, söz var, insanı dağa qaldırar. Söz var, insanı dağdan yendirər. Söz var, insanın qəlbinə elə bir toxunar ki, o insana elə bir söz deyərsiniz ki, bəlkə də onları dinləndikcə 7 qatından keçər insan. Amma sözdə var ki, onun qəlbinə elə bir yol taparsınız. Bu insana o qədər xoş təsir bağışlayar ki, öləndən də sonra həmin insana rəhmət oxuyarsınız. Amma söz azadlığı bugünkü günü deməklə bu o demək deyil ki, bu günləri söz azadlığıdır, istədiyimizə şər ata bilərik, istədiyimizə qara yaxma kampaniyası apara bilərik, bu o demək deyil. Sadəcə olaraq insanlar söz azadlığı deyəndə bəzən elə başa düşürlər ki, yox, mən ürəyim istədiyi insana şər ata bilərəm, ürəyim istədiyi insana qara yaxa bilərəm, elə deyil. Əslində söz azadlığı insanın öz hüquqlarını bilməsidir və hüquqlarına istifadə edərək, konstitusiyon hüquqlarına istifadə edərək sözləri düzgün və aydın şəkildə cəmiyyətə təqdim etməsidir. Sözümüz azaddır. Əlbəttə ki. Çünki o bizə söz azadlığın o vaxtı Allah qəni-qəni rəhmət eləsə onu öndər verib. Bəli. Həqiqətən də. Bəli. Senzuranın o vaxtı götürülməsi bu insanlara, xüsusən də media nümayəndələrinə böyük diqqət və qayğının təzahürüdür. Söz azaddır deyib bəzi insanlar çox şey danışır. Elə bil ki, istifadə edirlər. Bəs nə edək ki, onları bu yoldan çəkindirək? Əslində bu xüsusən media nümayəndələri yönündə götürsək, yəni söz azadlığından istifadə edərək, onunla bağlı çox sağ olsun ölkə rəhbərliyi, media agentliyi yaranıldı. Artıq onunla bağlı çox ciddi tədbirlər görülür. Söz azadlığından istifadə edərək insanlara qara yaxan, xüsusilə məmurlara, işləyən insanların iş fəaliyyətinə kölgə salmağa çalışan media nümayəndələri ilə bağlı çox ciddi addımlar atılır. Saytların bloklanması və məhkəməyə verilməsi, əsaslı şəkildə müzakirələrə dəvət olunması, fikir mübadiləsinin aparılması bu böyük göstəricidir.
bugünkü günə həmin o söz azadlığından sui-istifadə edən bir çox jurnalistlər, media nümayəndələri, dırnaqarası media nümayəndələri var idi ki, artıq onlar tədricən o bir söz var ki, deyir Moskva birdən qurulmayıb ki, biz də gənc dövlətik, günü-gündən inkişaf eləyirik və həmin atılan addımlar bugünkü günə o insanların, bir çox insanların sözünün boğulmasına gətirib çıxarıb. Lora dillərini desək ki, yəni haqqın varsa, ədalətlisə, haqq söz danış. Allahı başının üzərində gör. Haqqı tərəfdarı ol və Azərbaycan qanunlarına riayət elə. Yox, bugünkü günü aydın məsələdir. Birdən-birə də Media İnkişaf Agentliyi də bu cür tədbirləri görür. Mütəmadi görüşlər keçirilir, profilaktiki söhbətlər aparır. Amma hələ də bir çox o dırnaq arası jurnalistlərin əlində mən deyərdim ki, bəlkə də aciz qalıb. Ona görə ki, birdən-birə bunun qarşısını almaq mümkünsüzdür. Birdən-birə olmaz. Evdə bir ailə başçısı 2 uşağı ilə yola gedə bilmir. 2 uşağın idarə eləyə bilmir. Bu həqiqətdir. Bax, görürsünüz, çox maraqlı bir məqama toxundunuz. Söylədiniz ki, bəzən olur ki, evdə ailə başçısı 2 uşağı idarə eləyə bilmir. Təbii, bu bir çətin prosesdir. Eyni zamanda ailə də kiçik dövlətdir. Və çox maraqlıdır ki, ailədə öz, necə deyim, statusunu qoruyub saxlaya bilməyənlər, onlar cəmiyyətdə və yaxud sosial şəbəkədə haradasa özlərini daha ağıllı göstərmək istəyirlər və kimlərəsə yol göstərirlər və öz həqiqətlərini bizim beynimizə hopdurmaq istəyirlər. İnsanlara şər atırlar, ləkə yaxırlar. Öz evindən xəbəri yoxdur amma. Bəli, əlbəttə ki. Çünki elə insanlar narsistlərdir. Bu mənim subyektiv fikrimdir. Elə insanlar həqiqətən də özün cəmiyyətdə qəbul elətdirməyə çalışır. Çünki ailədə o istədiyini eləyə bilmir. İstədiyini eləyə bilmir. Nəinki ailədə, nəsildə, kökdə bu insanı bir insan kimi formalaşmır. Bu insanın sözünün çəkisi yoxdur. Amma belə qara yaxmalarla, belə insanlara sataşmaqla, belə insanlara bir kölgə gördüyü işlərə kölgə salmağa çalışmaqla istəyirlər ki, varlıqlarını sübut eləsinlər, mən deyəndir. Əslində sən deyən deyil axı. Haqq ədalətlə danışmırsan axı. Bunu 5 nəfərin içində desək, onun biri inanar sizə. Amma o 4-ü inanmayacaq. O sizə inananlar da sizin psixologiyada olan insanlardır. Burada bir sual yaranır. Niyə biz hər zaman günahı başqasında axtarırıq? Bu tarixən belə olub, Könül xanım. Baxın, bu günləri hansısa bir cəza çəkmə müəssisəsinə getsək, ən ağır cinayət hadisəsi törətmiş insanlara da yaxınlaşsaq, sual versək ki, sizin günahınız var, niyə görə düşmüsünüz bu həbsxanaya? Deyəcəm, mənim heç bir günahım yoxdur. Deyəcəm, mənim heç bir günahım. Çünki heç bir zaman insanlar özündə günah görmür. İstəyir ki, hər zaman xoş sözlər eşitsin. İstəyir ki, hər zaman onun dedikləri cəmiyyət tərəfindən qəbul olunsun. Bunu bir mənalı şəkildə dedikləri, bəli, filan kəs mənim düz deyir. Çünki həzm elətdirmək istəyir insanlara ki, mən varam. Varlığın həzm elətdirməyə çalışır ki, mənim sözüm keçərlidir. Mən nə deyirəmsə, Quran ayəsidir sanki. Hörmətli həmkarım, mən bir məqama toxunum. Siz söylədiniz ki, heç kim öz günahını boynuna almır. Məsəl üçün, mən bir könül olaraq hər zaman hansısa bir proses olsa, istəyir ailədə, istəyir işdə, istəyir hansısa bir məsələ ilə bağlı, heç bir mənə aidiyyəti yoxdur, sadəcə olaraq hardansa mənə təsiri dəyə bilər. Bax, belə bir söz deyim. Mən həmin an düşünürəm, niyə və nə əsasa görə bunun təsiri mənə pis dəyir. Yəni, təsiri dəyir. Nəyə görə? Demək, hardasa mənim səhvim olub. İnsan öz səhvini görməlidir. İnsan əsas deyir ki, mən güzgüyə baxım, özümü görüm. Özümü görürüm, aynada baxıram, görürəm. Eyni zamanda mən aynaya da baxanda öz səhvlərimi də görməliyəm. Heç aynaya baxmadan dedikdə belə Allah bizə 2 göz verib, amma 3-cü gözümüz də var axı. Könül xanım, birinci növbədə hər oxuyan Molla Pənah Vaqif ola bilmir. İkinci növbədə hər insanda müdrik ola bilmir. O müdrik insanlara xas olan bir şeydir ki, bugünkü yeni insanlar güzgü qarşısında dayananda və yaxud da 4 divar içərisində qalanda öz səhvlərini qəbul edə bilirlər. O hər adama qismət olmur. Yəni ki, siz özünüz də bilərsiniz. Əlbəttə, mən düşünürəm ki, insan gərək öz səhvini görə bilər.
Yenə də deyirəm, istər o səhv böyük olsun, istər kiçik səhv olsun, səhv səhvdir. Səhv yanlış yolun başlanğıcıdır. Başlanğıcıdır. Əlbəttə ki, bəzən insanların o qədər bəsirət gözü bağlıdır ki, insanlar öz səhvlərini görmək istəmirlər. Bilirlər səhvdilər, amma o səhvləri qəbul etmək istəmirlər. Kordular. Əlbəttə deyirəm axı, bəsirət gözləri bağlıdır o insanların. Baxar kordular. Qəbul etmək istəmirlər səhvlərini. Və o gözlərdə kor olan, görməyən gözlər də müalicəyə tabe olmur. Elədir. Və dedim ha, narsistlər hər zaman həzm elətdirməyə çalışır qarşısındakı insana ki, mən haqlıyam. Çünki narsist axı. Mən haqlıyam. Sosial şəbəkədən istifadə edirsiniz, Bəli, aktivsiz. bəli. Sosial şəbəkədə mən çox vaxt görürəm, bir də görürsüz ki, lazım olmayan fikirlər söylənilir. Yəni heç aidiyyatı yoxdur ya o adamın bu məsələyə. Yəni bunun peşəsimi, onun tutduğu işmi, cəmiyyətdə rolumu, ümumiyyətlə hələ özünü tanımır, amma gəlir məsəl üçün düzdür, mən belə halına çox demək olar rastlaşmamışam. Məsəl üçün mən özümü deyim də, mən rastlaşmamışam. Bir-iki dəfə olub ki, kimsə belə xoşuma gəlməyən bir fikir söyləyib, mən dönüş eləmişəm və söyləmişəm, əsas gətirin. Əsasınız yoxdursa, onda gedin öz işinizlə məşğul olun. Bu gün cəmiyyətdə ən asan şey söz söyləməkdir. Ən asan məsələ məsləhət verməkdir. Məsləhət verməkdir. Hamı bir-birinə məsləhət verir. Adamın düşüncə tərzi yox. Adam cəmiyyətdə bir insan kimi formalaşmayıb. Bunun ailədə heç bir hörməti yoxdur. Çalışır ki, məsləhət versin. O qədər bu günlərin monitor şirləri deyirik də biz ona. Monitor qarşısında oturub o qədər fikir irəli sürür. Şəxsiyyətini tanımır insanlar. Şəxsiyyətinə bələd deyil, amma onunla bağlı o qədər fikir bildirir ki, onu ləkələsin. Niyə? Çünki cəmiyyətimizdə bugünkü günü gözü götürməməzlik sindromu mövcuddur. Ona görə də insanların xislətlərini sanki ortaya qoyurlar. Niyə? Çünki gözü götürmür. Biri qabağa getsə, mən niyə ondan geridə qaldım? Oxu, savadın olsun, dərakən olsun, insan kimi formalaş. Hökmən deyil oxuyasan, praktikan olsun. 5 nəfər ağıllı insanların ətrafında ol. Çünki o insan o qədər çevrəsində özü təbiətdə insanlarla oturub durub ki, xislətli insanlarla oturub durub ki, bugünkü günü kimsə qarşıya gedəndə, kimsə tanınmaq istəyəndə, öz əziyyəti ilə, çabası ilə, balalarına xatir, zəhmət çəkir, tanınmaq istəyir, iş qurub, klinika açıb, məsələn deyirəm, bir böyük bir holding qurub, onu gözü götürmürlər ki, görəsən nəyinə qazandı bu? Görəsən nəyinədir qazandı? Görəsən bunun hədisi kimdir? Elə deyil axı. Axı bu insan əziyyət çəkir. Bu balaları üçün gecəsini gündüzünə qatıb, səhərdən axşama kimi oxuyub, gözləri kör olub kitabın qarşısında ki, mən öz gələcəyim üçün, balalarım üçün, ailəm üçün gün ağlayıb. Adamı deyirlər, sənin nə boyda səlahiyyətin varsa, sən kiminsə anası ilə bağlı, bacısı ilə bağlı, o insan bir kişidir, şəxsiyyəti ilə bağlı fikir irəli sürürsən. Onun iş nüfuzuna da xələl gətirirlər. Əlbəttə ki, bilməməli. Amma biz qanuni hüquqi dövləti deyə deyilən hər bir kəlməyə görə hər kəs cavab verir. 100%. Düzdür, siz nə mən hüquqşünas deyiləm, amma bugünkü proqramımızda hüquqşünas olsaydı, vəkil olsaydı, hüquqi tərəfdən də o fikirləri söyləyərdi ki, hər bir deyilən fikrə görə qanun qarşısında cavab versin. İndi hal-hazırda sosial şəbəkələrə xüsusi bir diqqət var. Yəni kim nə istədi danışa bilməz. Evində nə istəyirsən danış. Amma niyə mən məcburən sənə qulaq asmalıyam? O telefondan mənim övladlarım da istifadə edir. Nə gəldi, niyə deməlisən ki, onlar da onu eşitsin? Bilirsiniz, elə insanlar kişiciklərdir. Mən onlara kişiciklər deyirəm. Monitor qarşısında oturublar. Öz şəxsi... Onların içərisində xanımlar da var. Öz şəxsi... Qadınlar da var. Qadınlar bir 20% olsa da, xüsusilə də bunun 80% kişiciklər təşkil edir. Ona görə ki, heç vaxt öz profilində şəklin göstərir, söhbət sosial şəbəkələrdə. Fake səhifələrdən Fake səhifələrlə bağlı kişisən, sözün var ki, açıq insanın qarşısına bizim dövlətimiz hüquqi dövlətdir. Qanunlarla idarə olunan Azərbaycan Respublikasıdır. Sözün var, kimləsə narazılığın var, bilirsən orada səhvdir. Qanun qarşısında cavab verməsini təmin elə. Müraciət elə şəxsinlə bağlı. Məhkəməyə müraciət elə, hüquq mühafizə orqanlarına müraciət elə ki, mən bu insanın səhvini bilirəm. Yoxsa monitor qarşısında oturum, kişi olum ki, görəsən mən gedib bundan şikayət eləsəm, 5 dənə oğlan mənə nə deyər? Elə deyil. O dövr gedir. 5 dənə oğlan deməyəcək qanunla,
Ay, sağ cavab olun. verəcəksən. Qanunla cavab verəcək. Həmin 5 dənə oğlan sənin evə gətirib o çörək, 2 dənə çörək alıb verməyəcək. Sənin balan başsız qalanda həmin o qonşu mənə nə deyər, 5 dənə insan mənə nə deyər, o insanlar gətirib sənin qapını döyüb 2 dənə çörək verməyəcək ki, ailə başçısı içəridədir. Peyman, danışanlar nədən danışırlar? Əslində bilirsiniz, bugünkü günü insanların mən bayaq da qeyd elədim, gözləri götürmür. Bax belə deyim də sizə, bir holdinq yaradır, əziyyət çəkir, şirkət qurub, bir klinika açıb, biri kosmetoloqluqla məşğuldur. Niyə? Bu günləri bəli, hökumətimiz mübarizə aparır, dövlətimiz mübarizə aparır, saxta kosmetoloqlarla bağlı, saxta həkimlərlə bağlı, saxta məmurlarla bağlı, məmurların da saxtası var. Hansı yolla gəliblər? Diplomları saxta olunması ilə bağlı mübarizə üsulları var. Fərqli istiqamətdə aparılır. Hüquq mühafizə orqanları çox gözəl və peşəkarlardan təşkil olunur bugünkü günü Azərbaycanda. Bugün mübarizə aparılır. Amma bu demək deyil ki, kimsə saxta yolla nəsə bir iş görür. Könül xanım elə bu onun tayıdır. Elə deyil. Sən Könül xanımın şəxsiyyətinə bələd deyilsən, sən Könül xanımın ailəsinə bələd deyilsən. Misalı özümüzə çəkək, Peyman Sadıqovun. Sən onun şəxsiyyətinə, keçdiyi yollardan, keçmiş yollardan, ailədə yaşantılarından, yaşadığı faciələrdən məlumatlı deyilsən, ağzına gələni yazırsan. Sizə qarşı nələrsə yazıblar? O qədər şeylər yazıblar. Onlara cavab vermisiniz? Əlbəttə ki, cavabım olub. Amma tanımadıqların fake profillərə əlacısız qalmışam. Ucundan tutub deyir, ucuzluğa getmə. Bəzən cavab verəndə o biraz özümüzü belə deyək də, biraz aşağı, mən belə düşünürəm ki, yəni çox da ucundan tutub ucuzluğa getmək lazım deyil. O dərəcə, ifrat dərəcədə getməmişəm. Sadəcə olaraq kiçik bir açıqlama vermişəm ki, yəni məni tanımaq istəyirsənsə, məni gəl cəmiyyətdən soruş, insanlardan soruş, ətrafdan soruş. Mənim özümlə bir dəfə sən qarşı-qarşıya gəlib, mən İmam Peyğəmbər övladı deyilmi, mən pak da ola bilmərəm. Amma gəl, otur mənimlə bir səmimi söhbət apar. Gör, həqiqətən mən elə bir insanam. Sən məni tanımayatan niyə fikir irəli sürürsən? Mənim də haqqımda bir dəfə bir nəfər fikir söyləmişdi. Düzdür, mən o adamı tanımıram. Eşitdim ki, jurnalistdir, söyləmişdi ki, yəni işimlə bağlı fikir söyləmişdi ki, sitatlar gətirirəm. Bilirsiniz, mənə bunu göndərdilər ki, bu xanım belə bir fikir söyləyib və mən də ona cavab olaraq söylədim ki, mən müstəqil dövlətin vətəndaşıyam, dövlətimin gördüyü işlərdən danışıram, dövlətimin başçısından sitat gətirirəm, onun sözlərini oxuyuram, dinləyirəm, öyrənirəm və uğurlarımızla da sevinirəm. Bağışlayın. Düşünmədim ki, sizin haqqınızda düşünüm və sizdən sitat gətirim. Ehtiyacı da yoxdur. Sizin elə böyüklüyünüz ondadır ki, indi cümlənizə başlayanda xanım kəlməsini ifadə elədiniz. Hər qadında xanım ola bilmir. Bəli, mən öz fikrimi söylədim. Söhbət də bundan bağlandı. O xanım da o söhbətə dönüş eləmədi. Amma özüm üçün də maraqlı oldu ki, niyə o xanım bu fikri söyləyib? Televiziya aparıcıları haqqında fikirlər yazmışdı və o siyahıda mən də var idim. Hətta bizim yaxın bir dostumuz var. Dedi ki, xanım, antireklam özü də bir reklamdır. Dedim, onun reklamına ehtiyacı yoxdur. Biz hər zaman imtahanda oluruq, Peyman. Yaşadığımız bugün də imtahandır. Əlbəttə ki, imtahandır. İmtahan insanlarda həyəcan yaradır. Yəni biz niyə həmişə həyəcan içərisində olmalıyıq? Çünki tarixən belə olub. İnsan baxın, uşaq dünyaya bəxş eləyir, xanım. Ömür boyu tədirgindir. Bunun gələcəyi necə olacaq? İnsan özü də möcüzədir də. Qəlbi səksəkədədir bu qadının. Bəlkə də ata heç o qədər fikirləşmir. Amma bunun gələcəyi necə olacaq? Mən ölüb gedəndən sonra görəsən balalarım necə ola bilər? Hələ mən ilkin başdan danışıram. Baxın, 9 ay zülmü qaranlıqda böyüdür körpəsin. Həyəcan içində. Birdən bir şey olar. Birdən ana olmağım məhdudlaşar. Birdən başıma bir faciə gələr. Baxın, bunlar hamısı insan həyatında baş verən proseslərdir. Həyəcan içindədir. Övladımı dünyaya bəxş eləyəndən sonra necə olacaq? Bunun gələcəyi. Hələ dünyaya bəxş eləməyib. Yəni, qadın o qədər ilahi bir varlıqdır ki, söhbət qadınlardan gedir. Bu günləri, bəli, kişilərimizin rolu böyükdür, kişilər həyəcan keçirilir, ailənin məsuliyyəti var, ailədə qazanc gətirməliyəm, ailənin qeyrətini qoruyub saxlamalıyam. Kişi bir simvoldur, atributdur, ailənin atributudur, baş tacıdır. Amma qadın isə o yuvanı qurandır.
Qadın istəsə o yuvanı dağıda bilər. Qadın istəsə o yuvanı bərpa eləyə bilər. Hı -hı. Kişiyə istəsə həyəcan verə bilər. Elə bir həyəcan verər ki, kişi bəlkə də həyatında elə bir şey yaşamayıb. Ay, onda bir sual verim. Sizin üçün qadın güclüdür, yoxsa kişi güclüdür? Qadınlar. Baxın, kişilər hər zaman qadından yetim qalır. Əgər bir kişiyə qarğış eləmək istəyirsinizsə, o kişiyə deyin ki, Allah sizin arvadınızı öldürsün. Tam səmimi deyirəm. Aha. Bu hissləri yaşamış bir insan kimi deyirəm. Mhm. Bəli. 3 il yarımdır mən övladlarıma tək baxıram. Mənim həyat yoldaşım vəfat Ay, edəndən Allah sonra rəhmət eləsin. 33 yaşında Allah ilə nəvzə rəhmət eləsin. Və mən yetimçiliyi artıq 3 il yarımda hiss elədim. Anam da var, atam da var. Ailə üzvlərim də var, bacım da var. Hər birinin ailəsi var. Amma söhbət mənim yetimliyimdən gedir. Bir kişinin yetimliyindən gedir. O sizə güc verirdi? Əlbəttə ki, o mənim gücüm idi. O mənim arxa dayağım idi. Mən arxaya çönəndə o mənim qeyrətim idi, namusum idi, şərəfim idi, mənliyim idi. Övladlarımın anası idi. Ailəni bir araya, bəzən deyirlər ki, ailəni idarə edən kişidir. Amma mən düşünürəm ki, ailəni qadın idarə edir. Sütun qadındır. Çünki ki. qadın isti ocaqda qadın çəkir. Atanı da çəkir, övladları da çəkir. Hamıya belə deyim, özünə məxsus yanaşır və hamını bir masanın ətrafında toplayır. Baxın, qadın istəsə o ailəni bərpa da edə bilər, bayaq da qeyd elədim, dağıda da bilər. Qadın istəsə həyat yoldaşın öz ailəsi ilə mehriban da eləyə bilər, düşmən də eləyə bilər. Qadının böyük gücü var. Qadın böyük gücdür. Qadınlarda daha çox neqativ olur, yoxsa kişilərdə? Bu günləri mən bir söz deyim də sizə. Əslində 50-nin 50-yədir. Əslində 50-nin 50-yədir. Amma qadınlarda daha çox filankəsin qızı məndən yaraşıqlıdır. Filankəsin həyat yoldaşı məndən yaxşı geyinir. Artıq o yaxşı geyinir, bəhəs deyirlər də bizdə. Hə, o biraz qısqanclıqdır, o biraz paxıllıqdır. Paxıllıq hissi də var, qısqanclıq hissi də var və ailədə münaqişələrə gətirib çıxarır. Sən niyə vaxtında gedib yaxşı qazanmırsan ki, yaxşı pul gətirmirsən ki, niyə görə filankəsin arvadı yaxşı geyinməlidir, mən geyinmirəm? Demək günah eyni zamanda qadındadır. Əlbəttə ki, qadındadır. Əvvəllər belə deyildi. Əvvəllər 8 uşaq, 10 uşaq dünyaya gətirərdilər qadınlar. Nə boyda əzabla, əziyyətlə böyüdürdülər. Fermalarda qala-qala, nə bilim, heyvanlara baxa-baxa, qayna baxırdılar, yezniyə baxırdılar, qaynataya baxırdılar, qaynanaya baxır. Heç bu qədər söz söhbətlər yox idi. Niyə yarandı bunlar? Əvvəllər yox idi belə bəhs söhbəti. Əvvəllər də problem var idi. Əvvəllər də çətinliklər var idi. Amma əvvəllər ailələr daha dözümlü idi. Ailə dəyərlər var idi əvvəllər. Utanc hissi var idi indi. İndiki baxın, yaşlı nəslin nümayəndələrinə baxın, deyir ay bala, abrından niyə utanmırsan? Ay bala, bəs qonşudan ayıbdır axı, niyə ay gəlin səsi qaldırırsan? Görürsüz gənc nəsil. Bilirsiniz, bax indi söylürsüz qonşudan ayıbdır. Cavab olaraq bizə söyləyirlər ki, mən niyə qonşunu fikirləşməliyəm ki? Yox, elə deyil. İnsanlar cəmiyyət üçün yaşamasa necə ola bilər? İctimai qınaq deyilən bir şey var. İctimai qınaq deyilən bir şey var, amma insan özünü də düşünməlidir, özü üçün yaşamalıdır. Yaşamalıdır, aydın məsələdir. Sadəcə olaraq həyat qurursan, ailəyə gəlirsən. Yaşayanda da insan düşünməlidir. İnsan var, danışır. İnsan var, əvvəl düşünür, sonra danışır. İnsan var, düşünür, sonra danışır. Yəni əksinə olur da. İnsanın ağzından hansısa bir söz çıxırsa, öncə düşünməlisən, sonra o fikri söyləməlisən. Çünki söz ağızdan çıxdısa, artıq o sənin deyil. Bəzən indiki məsələn ailə quran gənclərimiz, mən çox rastlaşıram belə hadisələrlə, efirlərdə də özünüz bilirsiniz. Elə bir fikir irəli sürürlər. Ailəndə problem var, buna qaynananın, qaynatan nə günahı var? Bəlkə də sən gedib həmin qaynatı ilə bir məsləhət aparsan ki, mənim həyat yoldaşımla aramda belə bir incilik var. Xahiş edirəm bu məsələdə bizim istəmirəm ailəmiz dağılsın. Köməkli eləyin, böyüklük eləyin. Axı mənim övladlarım var. Axı onların gələcəyi nə olacaq? Sual altında qoyursunuz. Ona görə mən hər verilişdə də deyirəm ki, əgər bu övladlara baxa bilməyəcəksinizsə, şəhvət hissinə qapılıb uşaq dünyaya gətirməyin. Öz şəxsi çıxarlarınız üçün uşaq dünyaya gətirməyin. Çünki onlar bədbəxt olurlar. Sən qayıdıb gedəcəksən öz yoluna, o da gedəcək. Sən də ailə quracaqsan. O da ortada qalan kim oldu? Övlad. O körpələr. Bəs onların talehi biri
yad ögey ata əlinin altında, qapaz altında olacaq. O birisi də yad ögey ananın. Yəni bəzi ailələr var ki, öz övladını atırlar atanın üstünə çıxıb gedirlər. Və sabah onun ögey anası necə baxacaq? Niyə biz ögey analara biraz fərqli yanaşırıq? Axı onların içərisində elə analar var ki, sözün əsl mənasında anadılar. Siz dediyiniz analar qaldı 90-cı illərdə Kənan xanım. Yox, yaxşı analar da var. Sözün əsl mənasında analar da var axı. Gəlin sizə bir səmimi sual verim. Amma xanım kimi İndi sabah cavab siz verin. Bəli. ikinci dəfə ailə həyatı Allah onu qurmayacaq. mənə qismət eləməsin. Elə deməyin. Yox, Allah onu mənə qismət eləməsin. Həmin günü mənim canımı alsın, balalarımla birlikdə. Düşünürsüz ki, övladlarınıza qarşı o soyuq Bəli, olacaq? saygısızlıq eləyərəm. Soyuq olacaq əlbət ki. Neçə övladınız var? 2. Allah saxlasın. Baxın, 9 aylığından qızım qaldı. Allah 3 yaşının içində oğlum idi. Oğlum qaldı böyüyü. Mən ailə qura bilərdim. Heç kim mənə bunun irad bildirə bilməzdi. Çünki Neçə yaşınız var idi? 35. İndi 38 yaşım var. 34, 35-in içində idim. Bax, heç kim mənə irad bildirə bilməzdi. Çünki onlar körpə idilər. Xəstələnirdilər, qalırdım zülmə gecə. Allah kömək olsun. Qaynanamla aparırdım məni köməkli ilə uşaqlara baxır. Gecə ilə aparırdım xəstəxanaya, baxa bilmirdim. Dilsiz ağızsız uşaqdır, dərdini deyə bilmir. Qalırdım sabahlara qədər xəstəxanalarda. Göz yaşı tökürdüm. Xəstəxananın qarşısında skamyakada otururdum mən. Oturub ağlayırdım ki, ay Allah, mən niyə belə çarəsiz duruma saldım? Amma yenə də dedim, çox şükür sənə. Bir dənə uşaq salamat çıxsın xəstəxanadan. Əsirdim. O həyəcanlı anları yaşayan bir insan kimi deyirəm ki, körpələrə qıymayın, məcazi mənada. Bu dil var, bu dilə görə bədbəxt eləməyin. İnanın ki, bu dil elə bir şeydir ki, 10 dəqiqədən sonra o kişinin əsəbləri soyar, ailənin dağılmağı fikrindən vaz keçər. Sizinlə evlənmək istəyənlər olubmu? Təklif olubmu? Əlbəttə, çox olub. Bugünkü günə qədər də. Bugünkü günə qədər də. Yoldaşınız nəyə görə dünyasındadır? Qəfil ürək tutmasından evin içində. Allah rəhmət eləsin. Allah Çox rəhmət pis oldum eləsin. açığı. Yəni ölüm haqqda hamımız öləcəyik. Amma vaxtında. Bəli. Körpələr anasız qalmamalıdır. Anasız qalan körpələr əgər nəzərə alsaq lap belə südəmər uşaqlar olur. O çox ağrıdıcıdır, Bəli, çox. əlbəttə ki, həmin anda çox çətin idi. Bu gün bir xanım kimi, bir insan kimi sizə sual ünvanlayıram. Bir qadın deyirsiniz, ögey ana deyirsiniz, nə ilə yanaşır? Öz övladı eyni anda ağladığı yerdə və atanın övladı da ağladığı yerdə kimin birinci gedib qəbul edəcək, kimin alacaq bağrına basacaq? Tam səmimi deyək. İnsanın öz qarnından, zülmlə dünyaya gətirdiyi öz övladını. İkisi də eyni anda ağlayır. Oturub ağlayır. İkisinin də barmağına tikan batıb. Birinci öz övladının bağrına basacaq. Birinci öz övladının qayğısına yanaşacaq. Bilmirəm, bəlkə ikisini birdən bağrına bastı. İkisini bir belə tuturuq uşaqlarımızı deyirik. Sakitləş, düzəldəcəm, hər şey sağalacaq. İndi bir dəqiqə gözlə, bir dəqiqə gözləyin. Belə də ola bilər axı. İnanın ki, %1%-dir. Sabah bir-birlərinin o körpələr biraz böyüdükdən sonra bir-birlərinin xətrinə dəyəndə öz balasına tərəfini tutacaq. Bu həyat təcrübədir. Bu həyatda Ona görə gördüyüm qadınlardan qaçırsınız? Bəli. Çünki o içimdəki elə bir o qırğınlıq, etibar hissi ölüb. Olmayacaq. Buna görə siz nəyi və kimi günahlandırırsınız? Özümü. Deməli mən bu həyatı Allah Taala mənə yarandığım gündən haqq eləmişdim ki, onu mənə yaşatdı. Siz mənim sosial şəbəkədə izləsəniz, mən bir növ əstəğfurullah Allahla mübarizəyə çıxdım. İlk gündən. Ki, niyə belə oldu? Niyə belə oldu? Niyə belə elədin? Niyə belə eləməli idin? Mən bunu haqq eləyirdim. Mənim nə boyda günahlarım var idi? Günahlarım var isə bu cür məni sınaqlara niyə çəkdin? Mənə peyğəmbərlik vermək istəyirdin, məni bu cür sınaqlara çəkdin? Yox. Amma canımdan çəkərdim. Açığı bilmirdim sizin həyat yoldaşınız rəhmətə gedib. Yəni özünüzü tanıyırdım, qələminizi tanıyırdım, fikirlərinizi eşidirdim, efirlərdə görürdüm, ekspert kimi çıxış edirsiniz. Marağıma səbəb olmuşdu. Sizinlə bağlı bizim rəhbərimiz Əli bəylə söhbətimiz olmuşdu və Əli bəy də söylədi ki, Könül xanım maraqlı insandır.
onunla da üz-üzə olsanız maraqlı olar. Dedim böyük məmnuniyyətlə. Çünki artıq sizin haqqınızda bizim öz fikirlərimiz formalaşmışdı. Mən sizə təşəkkür edirəm ki, dəvətimi qəbul elədiniz. İndi bizim Borcumuzdur. qısa reklam fasiləmiz var. Gəlin Var. reklam fasiləsinə ayrılaq, sonra söhbətimizi davam Əlbəttə. edərik. Xoşdur sizinlə Həyat da söhbət davam etmək. edir. Hörmətli izləyicilərimiz, efirdə üz-üzədir və hal-hazırki vaxt reklamındır. Gəlin reklamları izləyək. Üz-üzədəsiz, hörmətli televiziya tamaşaçıları, hər birinizə təşəkkür edirəm ki, Dünya televiziyasına baxırsınız. Bu gün mən həmkarımla üz-üzə əyləşib söhbət edirəm. Çox maraqlı bir jurnalistlə Peyman Sadıqov bu gün mənimlə üz-üzədədir. Peyman, mən ona söylədim, reklam fasiləsində də çox maraqlı bir bəydir və onunla həm söhbət olmaq mənim üçün çox xoş oldu. Düzdür, bəzi anlarda biraz fikir ayrılığı oldu, amma buna baxmayaraq sonda hər ikimiz eyni istiqamətdə düşünən insanlarıq. Peyman Sadıqov xalqxəbər.az xəbər portalının təsisçisi və baş redaktorudur. Söhbətimizi davam etdirək. Əlbəttə ki, sizinlə xoşdur. Biraz öncə siz söylədiniz ki, həyat yoldaşınızı itirmisiniz. Bilmirəm hardan oxumuşdum, belə bir fikir oxumuşdum ki, çox darıxdığım ölənlər var. Üzünü bir dəfə də belə görmək istəmədiyim dirilər var. Diqqət edin. İnsan var dünyada yoxdur, biz onu axtarırıq. İnsan var dünyada yoxdur, biz onun səsini eşitmək istəyirik. İnsan var ki, hara gedirik, gözümüzə o görünür. İnsan var, onunla söhbətləşmək istəyirik. Yəni o hissləri mən yaşamışam. Atamda, anamda. İndi də bax qulağım axtarır onun səsini. Telefonda onun zəngini gözüm axtarır. Küçəyə çıxarkən çinar boylu, cüssəli bir bəy görəndə atama oxşadıram. Bir xanım görəndə anama oxşadıram. Ay Allah, anam kim necə gözəldir. Anamın hamısı gözəldir. Hə, gözümüz axtarır. Amma elə insan var ki, sadəcə olaraq o insanı mən unutmuşam. Heç düşünürəm ki, o insan yoxdur həyatda. Amma o diridir, sağdır. Bax, necə olur ki, biz elə insanları tanıyırıq. Bilirik ki, onlar var, amma onlarla görüşmək istəmirik. Onların günahı bizdədir. Biz onlar haqqında normal fikirləşmirik. Yoxsa onların o, nə bilim, hansısa əməlimi çirkləndirib, insan onlara qarşı biraz negativ yox, deyərdim ki, görmək istəmirsən də, deyirsən yoxdur, qoy olmasın. Görün xanım, bütün insanlar dünyaya gələndə onların beyni ağ kağızdır. Hər biri pakdır. İnsan yaşa dolduqca o öz əməlləri, hansı əməllər ki, cəmiyyətə təqdim edir, nələri ki, sərgilir, onunla yadda qalır. Amma hamımız pakıq dünyaya gələndə. Əlbəttə ki, heç kim günahlı dünyaya gəlmir ki, düzdürmü? Yaşa dolduqca elədiyi əməllər insanlarda ona qarşı nifrət hissi oyadır. Ki, bu niyə belə insan oldu? Axı uşaqlıqda belə deyildi. Niyə yaşa dolduqca belə əməllərə düçar oldu? Bəzən insanlar pis insanları, onların elədikləri pislikləri görməsə də yaxşıların qədrini bilmirlər. Yaxşılar çoxdur, pislər çoxdur. Yaxşılar, əlbəttə ki, yaxşılar. Bəs nə edək ki, o pisləri də biz yaxşı edək? Cəmiyyət var olduqca problem olacaq. Cəmiyyət var olduqca pis insanlar olacaq. Hər kəs dörd-dörtlük ola bilməz. İnsan pisləri görüb yaxşının qədrini bilməlidir. Əlbəttə ki. Və yaxşıya rəhmət oxumalıdır. Sağlığında rəhmət oxumalıdır ki, mən nə yaxşı ki səni bugünkü günü dərk eləyirəm. Bugünkü günü sənin varlığını dərk eləyirəm. Sənin yaxşı insan olmağını dərk eləyirəm. İnsanların başı daşdan daşa dəyməyənə qədər yaxşının qədrini bilmirlər. Kiminlə görüşmək istəməzdiniz? Bugünkü günümü? Hə. Əslində mənim qəlbimdə kin yoxdur. Elə simanızdan da bililir. Valla, tam səmimi deyil. Mən kin saxlamağı sevmirəm. Mən də kin saxlamağı sevmirəm, amma elə bir insan var ki, mən sadəcə olaraq o insan haqqında düşünmürəm. Xanımdır. Düşünürəm ki, o yoxdur. Daha doğrusu ailədir də.
düşünürəm ki, o ailə yerli dibli yoxdur. Mənim üçün yoxdur. Baxın, mən heç bir zaman heç bir kəsə qarşı kin bəsləməmişəm. Ona görə ki, bir gün deyir, İmam Əlidən soruşurlar ki, bir insan sənə pislik eləyir, sən niyə görə ona yaxşılıq eləyirsən? Deyir, o pisliyindən qalmırsa, mən niyə görə yaxşılığından qalmalıyam? Bildiniz? O nə vaxtsa dərk eləyəcək. Siz yaxşı insansınız, özünüz düşünün. Yox. Necə düşünürsünüz? Mən yaxşılıq eləməyə çalışıram ki, yaxşı insan olum. Nə qədər ki, pislik eləsəm, əlbəttə ki, insanlar mənə rəhmət oxumayacaqlar. Nə də məni yerdən götürən olmayacaq. Bunu tam səmimi deyim. Gəlib lənət oxuyacaqlar, lənətləyəcəklər. Yaxşı insan deyə bilmərəm özümə. Dörtlük insan da deyə bilmərəm. Dahilərdən biri belə bir fikir söyləyib ki, deyir, həyatı elə yaşa ki, sən dünyadan köçəndə hətta tabutçu sənə heyf o insandan desin. Heyf o insandan desin. Mən yaxşılıq etməyə çalışıram ki, əməllərimlə yaxşı insan kimi xatırlanım. Gen də öz sözünü deyir. Elə insan var ki, onun genində, onun kökündə o xəbislik var, paxıllıq var. Ümumiyyətlə paxıllıq hər bir insanda var. Sizdə də var, məndə də var. O ağ paxıllıqdır, qara paxıllıqdır. Mən bilmirəm. Çünki bu insani hisslərdir. Sevgi var, qısqanclıq var, paxıllıq var, o dad bilmə var, məsəl üçün. Yeməyin dadını bilirik. Bunlar hamısı insana aid olan xüsusiyyətlərdir. Görmə var. Allah göz verib görək, Allah qulaq verib eşidirik, Allah dil verib danışırıq. Nə bilim, əl verir, işləyirik, ayaq verir, gəzirik, ürək verir, sevirik. Düzdür, deyirlər ki, insanı beyin idarə edir, sevəndə də beyindən sevirsən. Bilmirəm, amma ürək də öz sözünü deyir. O aydın məsələdir. İnsan, baxın, bugünkü günü bir insan bir insandan ayrılanda niyə gözləri ağlayır? Qəlb ağlamır. İndi siz məndən ayrılanda ağlayacaqsınız. Söhbət sevgilidən gedir. Mən sizi bugünkü günü bəyənə bilərəm. Zərif insansınız, gözəl insansınız. Yox, siz sevgini nəzərdə tutursunuz. Niyə sevgidə göz yaşı olsun? Niyə də olmasın? Gülün də tikanı var. O cür gözəl gülün tikanı var. Niyə var? Çünki hər məhəbbətdə göz yaşı var. Onun məhəbbətin gözəlliyi də onun göz yaşıdır. Məhəbbətin gözəlliyi göz yaşıdır. İnsanlar bir insanı bəyənəndə, sevəndə gözləri vasitəsilə qəlbinə daxil olur. Və gələcəkdə ondan ayrılanda, qəlbindən çıxarmağa çalışanda qəlb ağrımır. Gözlər ağlayır. Bax, etiraf eləyəcəm. Efirimdə çox insanlar olur. Sual verirəm, cavab verirlər. Və bəzən olur ki, danışanda mənə belə danışırlar. Sonra ora baxırlar, bura baxırlar. Təzədən yenə də mənə baxırlar. Yenə də gözlərin oynadılar. Mən bilirəm ki, onlar söz axtarırlar. Düşünürlər ki, vəziyyətdən necə çıxım? Vəziyyətdən necə çıxım? Nə yalan danışım? Vəziyyətdən çıxım. Siz proqram başlayandan gözümə baxdınız və heç də söz axtarmadınız. Bilmirəm, bu peşədən irəli gəlirdi, jurnalist peşəsindən ki. Səmimiyəm sizinlə. Bilmirəm o idi, bilmirəm. Amma sizin səmimi olduğunuza tam inandım mən. Mən sizinlə səmimiyəm. Tam səmimi deyirəm. Mənim yeganə bu həyatda paxıllığım qısqanclığımdır. Qısqanclıq? Dəhşət qısqanc insanım. O da xarakter. O mənim paxıllığımdır. Mən sizə bir söz deyim, çox qısqanclıq da yaxşı bir şey deyil. O insanın zəifliyini göstərir. Bilirəm. Amma siz güclü insansınız. Güclü insan olduğuma əminəm. Amma bu məndə xaraktermi deyim, yoxsa nədən irəli gəlirmi deyim, mən o əməlimlə mübarizə apara bilmirəm. Nəfsimlə mübarizə apara bilirəm. Nəfsi cihad deyilən bir şey var. Amma qısqanclığımla, hətta mən öz ailəmi də dəhşət qısqanmışam. Ailəmdir, evin içindədir, işləmir, eləmir. Amma qısqanmışam. Mənim ən böyük paxıllığım qısqanclığım olub. Nəfis dediniz. Nəfis var, bir də nəfəs var. Bəli. Nəfis nədir, nəfəs nədir? Nəfəs insanın Allah tərəfindən bəxş elədiyi, bugünkü günü ki, nəfəs alırıqsa buna şükürlü bir şeydir. Bu nəfəsdir. Gedib gəlir, ifadələr səslənir, bu nəfəsdir. Bildiniz? Bu nəfəsi burun və qulaqlar vasitəsilə ala bilərsiniz, ağız vasitəsilə ala bilərsiniz. Amma nəfis deyilən bir şey var. O insanın içində olan xislətini irəli sürür. Nəfsi mübarizə apara bilmir nəfsi ilə ki, mən bunu əldə eləməliyəm. Ona deyirlər, bəzən özümüz də eşitmirik, deyir xəstə Qasım. Xəstə Qasım tarixən qalıb. Özünüz də bilirsiniz bu. İnsanlar var, bunun xəstəsidir, nəfsidir. Buna görə nəfskardır. İnsanlar var, qızıl xəstəsidir, ona nəfskardır. İnsanlar var, vətənə, xalqa, anaya, bacıya, ölür anadan ötürü, ölür bacıdan ötürü. Bu, onun nəfsindən irəli gələn bir şeydir. Və nəfsinin səbəbkarı
nəfəsinə gətirib çıxarır. Ki, anam olmasa mən yaşaya bilmərəm. O qədər nəfsinə yanaşır anaya ki, o mənimdir. O bir bacımın, qardaşımın deyil. Nəfsi ilə mübarizə apara bilmir axı. Amma demir ki, axı bu ana o bir bacını, qardaşı dünyaya bəxş eləyib. Onların da bir payı olmalıdır axı. Deyir, yox, o ana, biz anadan elə misal çəkirik. O ana hamısı mənimdir. Onun nəyi də varsa mənimdir. Qəlbi ilə, canı ilə, qanı ilə mənimdir. Bax söylədiniz ki, elə insan var ki, deyir ölürəm də bundan ötürü. Bəli. Yaxşı, Peyman Sadıqov nədən ötürü və yaxud da kimdən ötürü ölür? Balalarımdan ötürü. Can. Tam səmimi deyim. Yəni bunu cəmiyyət də bilir. Bunu mən hər efirlərdə də səsləndirirəm. Canım çıxır onlardan. Adları nədir? Turan, bir də Nilay. Turan, Nilay. Nilay. Qəşəng adlar var. İndi neçə yaşları var onların? İndi 1-ci sinifə gedir. Aha. 6 yaşı var. Aha. Qızın isə 4 yaşı var. Aha. Nilay 1-ci sinifə gedir. Yox, Turan. Turan 1-ci sinifə gedir. Nilay balaca. isə hə 4 yaşı var. Turan, bəlkə ona bir müraciət eləyək. Turan, mənim balam, mənim balaca dostum, mənim qardaşım 1-ci sinifə gedirsən, artıq dərslər də sona yaxınlaşır. Düşünürəm ki, sən əla qiymətlərlə məktəbi bitirəcəksən, atanın üzünə ağ edəcəksən, ananın ruhu sənə baxıb çox sevinəcək. Mən buna inanıram, çünki atana deyir, ailəyə bax, övladı gör. Siz ailənizin güzgüsüsüz. İstər Nilan olsun, istər sən olasan, düşünürəm ki, sizin gələcəyiniz çox parlaq olacaq. Qızım, quzum, sazım, nazım. İndi sözüm sənədir. Düşünürəm ki, sən gələcəkdə Azərbaycanımıza layiqli bir xanım olacaqsan. Həm savadlı, həm tərbiyəli, həm gözəl və hər ikinizin səsi Azərbaycanımızdan uzaqlarda gələcək. Uğurlarınızla bizi sevindirəcəksiniz. Qoy bu qalsın. Qoy bu qalsın, illər keçər. Heç mən də olmasam həyatda, deyər Könül xala efirdən mənə bu sözləri söyləmişdi. Allah onları sizə çox görməsin. Düşünürəm ki, onların gələcəyi çox gözəl olacaq. Biz övladlarımızla dost olmalıyıq. Siz övladlarınızla dostsuz. Mən artıq bunu hiss elədim. Mən də oğlanlarımla dostam. Bəzən mənim düşüncələrim onlar qəbul eləmirlər. Amma gözüm onlarda da həmişə deyirəm. Mənim gözüm sizdə də hara getsəniz mən görürəm. Valideyn ölən gününə qədər bəzən deyirlər ki, 18 yaşı oldu, getsin nə bilir. Azərbaycanlılara bu aid deyil. Valideyn ölən gününə qədər övlada borcludur. Bu Azərbaycanın dəyərləridir. Bu Azərbaycanın milli mentalitetidir. Övladı qoruyub saxlamaq düşünür ki, mən hər zaman nəzarət eləməliyəm. Mənim atam dünyadan keçəndə 75 yaşı var idi. İnanırsınız, o son vaxta qədər mən işdən evə gedənə qədər qızım çatdın, vəziyyət necədir? Çörək həmişə narahat idi. Hamımızla bağlı narahat idi. Təşəkkürlər. Çox sağ olun. Var olasınız. Maraqlı həmsöhbət idi. Xoş idi. Düşünürəm ki, bugünkü proqramımız maraqlı oldu. Çox. Səmimi ortamda biz söhbət elədik. Peyman Sadıqov bu gün mənimlə üz-üzə proqramında idi. Xalqxəbər.az xəbər portalının təsisçisi və baş redaktoru. Mən bu gün sizə neçə sual verdim, bilmədiniz? O qədər gözəl getdi bizim bu veriliş. O qədər səmimi söhbətlər apardıq ki, inanın ki, mən artıq zamanın necə gəlib getdiyini heç xatırlamıram. İndi bir neçə sual verəcəm, çox qısa cavablandırın. Buyurun. Elə sual olubmu ki, siz onun qarşısında nə vaxtsa aciz qalmısınız? Olub. Elə sual olubmu ki, vermisiniz, o sualınız cavabsız qalıb? Olub. Kiməsə vermisiniz, o sual cavabsız qalıb. Olubmu ki, hansısa bir sualı vermisiniz, o sizi qane etməyib? Olub, o da olub. Siz xəbərçisiz? Necə xəbərçi? Xəbər portalında. Bəli. Bəli. Biz hamımız xəbərçiyik. Məsələdir. Bax görürsüz, tutdum. Siz xəbərçisiz. Necə düşünürsüz? Mən də xəbərçiyəm. Bəzən insanlar yaxşı xəbərləri insanlara çatdırırlar, bəzən pis xəbərləri insanlara çatdırırlar. Mən istəyirəm hər zaman yaxşı xəbərləri çatdırım. Xəbərçilər fərqli-fərqlidir. Ona görə. Mənə sual vermək istərdiniz? Əslində suallarım çox olardı sizə, amma növbəti verilişlərə qalsın. Qalsın. Ona görə ki, sizinlə daha çox həmsöhbət olmaq istəyirəm.
Çünki bu günləri suallarımı verdikcə sizi də, özümü də tükəndirmək istəmirəm. Sizi mən susturaram, yoxsa siz məni susturarsınız? Siz məni susturasınız. Qadınlar güclüdür. Qadınlar güclüdür. Çox sağ ol, çox sağ ol. Təşəkkür Təşəkkür edirəm Peyman. Mənim Minnətdaram. aciz qaldığım sual övladlarımın mənə qarşı verdiyi ki, anamız hardadır? Mən o sualın qarşısında həmişə acizəm və nə vaxt gələcək? Əgər möcüzə olsaydı, onunla üz-üzə qalsaydınız, ona nə deyərdiniz? Övladlarının üstünə qayıtsın. Allah həmin günü mənim canımı alsın. O sözü deməyin. Yox, Alın tam yazsın. səmimi deyirəm. Yox, ona nə deyərdiniz? Niyə məni atıb getdin? Bəlkə də eşitdi. Təşəkkürlər. Saat 16:50 dəqiqədir. Dünya televiziyasının efirində olan üz-üzə proqramının son saniyəsidir. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.